Mövzumuz zülal biosintezinin mexanizmidir. Zülal biosintezi üçün bizə nə lazımdır? Zülal biosintezi üçün bizə lazımdır DNT, RNT-nin növləri, ribosom, amin turşu, fermentlər və eləcə də enerjimiz, yəni ATF-miz də mütləq şəkildə bizə lazımdır. Bunlar bizə zülal biosintezi üçün lazım olanlardır. Deməli, zülal biosintezində əsasən bilirsiniz ki, iştirak edən dedik ki, DNT və RNT-dir. Bilirik ki, biz DNT-nin zəncirinin üzərində çoxlu sayda nukleotidlərdən təşkil olunub DNT və DNT-də yerləşən bu nukleotidlər 3-3 birləşərək genetik kod əmələ gətirirlər. Deməli, bir genetik kod 3 nukleotidə bərabərdir, həm də bir triplet deməkdir. Bir genetik kod, bir triplet deməkdir və 3 dənə də nukleotidə bərabər olur. Deməli, zülal biosintezi 2 mərhələdə gedəcək. Birinciyə deyirik transkripsiya, ikinciyə isə deyirik translyasiya. Transkripsiya nə idi? Transkripsiya zamanı DNT-də olan məlumat, irsi məlumat RNT-sinə köçürülürdü. Translyasiyada isə məlumat RNT-sindən zülal yaranırdı. Zülal biosintezi üçün əvvəlcə, ilk öncə DNT-də TAZ, mRNT-də isə bunun qarşılığı olacaq AUG. Yəni bunların tanınması ilə zülal biosintezi başlayır. Və DNT-nin üzərində, bax zəncirin üzərində, DNT zəncirinin üzərində çoxlu sayda genetik kodlar olur. İlk öncə yerləşən genetik kod isə olur burada TAZ. Yəni TAZ DNT-dən dedik ki, bu DNT-nin ikinci zənciridir. DNT-dən sintezlənirdi məlumat RNT-si. Məlumat RNT-sinə sintezlənmək üçün, yəni üzünün köçürülməyi üçün əvvəlcə bu TAZ məlumat RNT-si tərəfindən tanınmalı idi. TAZ-ın qarşılığı məlumat RNT-sində olur AUG. Ondan sonra burada istənilən nukleotidləri yazıb, onların qarşılığını burada yaza bilərik. Bunlar olacaq start triplet. Bax, bu TAZ, DNT-də TAZ, mRNT-də isə AUG adlanır start triplet. Bunlar adlanır start tripletləri. Deməli, transkripsiya və dedik ki, translyasiya prosesində zülal biosintezi baş verirdi. İlk öncə transkripsiya baş verir. Yəni DNT-dən mRNT-nin sintezlənməyi transkripsiya baş verir. Transkripsiya isə baş verir yalnız nüvədə. Və DNT-dən məlumat RNT-si yaranır. Yaranan məlumat RNT-si nüvədən çıxır sitoplazmaya. Sitoplazmaya çıxanda rast gəlir ribosoma. Və bu məlumat RNT-si ribosomun kiçik hissəsinə birləşir. Ondan sonra isə ribosomun böyük hissəsi gəlib birləşir, ribosom tamamlanır. Ribosomun bu orta hissəsində, yəni bura deyirlər fəal mərkəz. Fəal mərkəzdə 6 nukleotid yerləşir və bu 6 nukleotid 2 triplet deməkdir. 2 triplet uyğun gəlir. Buradakı tripletlərdən biri deməli tanınmağa, yəni zülal biosintezi üçün o kodun tanınmasına, ikinci isə onun zəncirə birləşməsini təmin edir. Beləliklə məlumat RNT-si burada tanınandan sonra ribosomun fəal mərkəzindən keçir. Buradan keçəndə nəqliyyat RNT-si, yəni yonca yarpağı formasında olan nəqliyyat RNT-si özünə amin turşu birləşdirir və gətirir məlumat RNT-sinin yanına. Əgər bu nəqliyyat RNT-sinin gətirdiyi amin turşu buradakı bu tripletə uyğundursa, onda birləşir zəncirdə qalır. Yox, əgər uyğun deyilsə, onda buradan düşür, onun yerinə bir başqa nəqliyyat RNT-si gəlir. Və beləliklə buradan keçən mRNT ribosomun digər tərəfindən çıxanda artıq zülal sintezi baş verir. Deməli, zülal biosintezinin başlanğıcını dedik ki, AUG vasitəsindən başlayırdı. Bir də stop kodları var idi. Stop kod nədir? Burada qeyd eləyək stop kodları. Stop kodları DNT-də və mRNT-də fərqli idi. DNT-də stop kodlarımız adlanacaqdı. Deməli, ATT, AST, bir də ATS. mRNT-də isə bunların qarşılığı olacaq UAA, UGA, bir də UAG. Bunlar da olacaq məlumat RNT-sində qarşılığı. Və bunlar əgər ki, zülal zəncirinin sonunda gəlirsə, bu onu göstərir ki, artıq zülal sintezlənib bitibdir. Yəni bunlar stop kodlardır. Zülal zəncirinin bitməyini bildirirlər və heç bir amin turşunu kodlaşdırmırlar. Bunun bax mRNT-də yazdığım bu demək 3 dənə tripletin nəqliyyat RNT-sində qarşılığı yoxdur. Deməli, bir dənə amin turşunun, əlavə kimi bunları da qeyd eləyək ki, bir amin turşunun zülal zəncirinə birləşməyi
5-də 1, 6-da 1 saniyə çəkir. Və bir amin turşunun minimum 1, maksimum 6 dənə nəqliyyat erintisi olur. Ümumilikdə isə hüceyrədə deyirik ki, amin turşunu kodlaşdırmaq üçün deməli 20-dən 61-ə qədər nəqliyyat erintisi olur. Bu da oldu hüceyrədə olan nəqliyyat erintisinin sayı. Bir də deməli burada 4/3-dən istifadə edirik. 4/3 nə idi? 4/3 bizə lazım olan kod tripletlərinin sayını tapmaq üçündür. Kod tripleti nə deməkdir? Məsələn, transkripsiyadan və yaxud da translasiyadan fərqi yoxdur, danışıram. 4/3 nədir? Onu qeyd edək. 4 nədir burada? 4 bu deməkdir ki, 4 dənə azot əsası. Məsələn, DNT-dən söhbət gedirsə, DNT-də olacaq adenin, sitozin, guanin və timin. Bu 3 nədir? Demək istəyir ki, yəni bunlar 3-3 birləşirlər. Hər bir amin turşu bir tripletdən ibarətdir. Yəni bunlar 3-3 birləşib bir triplet əmələ gətirirlər. Bu da o deməkdir və 4/3 bərabərdir 64-də. Deməli 64 dənə kod tripletim var. Amma kodlaşdırıcı triplet desəm mən 64-dən o stop kodlarımız ki var idi. Burada baxın. Stop kodlarımızı qeyd eləmişəm. Bu stop kodları çıxırıq. 64-dən çıxıram 3-ü. Geriyə qalır 61. Demək 61 dənə kodlaşdırıcı tripletim var. İndi bu 64 hardan yaranır? Gəlin onu da deyək. Demək görürsüz adenin, timin, sitozin, guanin. Bu deməkdir ki, bax 16 dənə adeninlə, 16 dənə timin, 16 dənə guanin, 16 dənə də sitozinlə başlayan tripletlərimiz var. Məsələn, 3-4 dənəsini qeyd edək. Məsələn, adeninlə başlayan ATT, AST, ASS, ASG, AGS, yəni 16 dənə belə yazmaq olur. 16 dənəsi adeninlə başlayır, 16 dənəsi timinlə, 16-sı guaninlə, 16-sı isə sitozinlə başlayır. Ona görə də sonda biz 64 dənə triplet alırıq. Amma ümumilikdə kodlaşdırıcı triplet desələr 64-dən çıxırıq 1-in, qalır deməli 61 dənə kodlaşdırıcı tripletimiz.